Sizləri yeni vloqumdan salamlayıram. Bugün evdəyəm və sizlərə qəşəng bir vloq çəkəcəm. Səhər bizim evimizdə vəziyyət belədir. Mətbəxdən başlayacağam, yığışdıracağam hər yeri. Saat 2-yə qədər ancaq video təqdimatları çəkən mən. Vəziyyət budur otaqda. Burada da oğlum yatır divanda. Bugün çəkilmiş əti çıxartdım. Həm də bugün küftə bişirəcəm. Küftə hazırlayacağım hər halda. Beynimdə o var. Bugün tez oyanmışam, çünki işlərim çoxdur. Saat 1-ə qədər bütün işləri görməliyəm, həm də yemək hazırlamalıyam. Uşaqlar məktəbə gedib, qızım ofisə gedib, yoldaşım da işə gedib. Əslində onlar olsaydı, məndə bu həvəs olmazdı. Onlar burada deyil deyə mən daha həvəslə bu işi görürəm. Çünki biri götürüb telefonu oturacaqdı divanda, biri çay içəcəkdi, biri televiziyanı ora qoyacaqdı, biri paltarı ortalığa atacaqdı. Ona görə də artıq istər-istəməz insan o bir küncdən təmizləməyi sevmir. Yəni mənim xasiyyətim şəxsən belədir. Həftədə 3 gün mən evdə oluram, həftədə 3 gün də qızım evdə olur. Biz növbə ilə ofisi idarə eləyirik. Sağ olsun mənə çox kömək eləyir və bu gün əslində günortadan sonra alış-verişə də getməliyəm. 2 gün sonra şirkət bizə Qəbələ istirahəti verib. Ora getmək üçün 1-2 alacaqlarım var. Hər dəfəsində harasa gedəndə mənim yeni paltarlarım olmalıdır. Bu mənim artıq beynimə yazılıb. Hər zaman da elə olub. Və ən əsas onu deyim ki, sizə bugün əslində çəkilmiş əti çıxardanda beynimdən dolma keçdi, amma o daha çox vaxtım alacaq deyə bugün dedim mən çoxdan hazırlamamışam, uşaqlara küftə hazırlayacağam. Mənim uşaqlarım küftəni sevmir. Mən çox sevirəm. Mənim ən sevdiyim yeməklərdən biridir. Bilmirəm sizdə küftəyə qarşı yəni ki kompleksiniz var ya yoxdur. Bizimkilər ən çox da qızardılmış yeməkləri xoşlayırlar. Qızardılmış ət, kabab, aş, yəni ki necə deyirlər. Bəzən də evdə mən dönər hazırlayıram ev şəraitində. Bax belə şeyləri daha çox sevir. Ən çox da xüsusi olaraq yeni salatlar, yəni təzə salatları daha çox sevirlər. Əslində təzə salatları mən özüm də çox sevirəm. Ən əsas da iceberg kələmi olan salatları. Çünki onun dadı mənim zövqümcədir. Çox bəyənirəm. Belə ilk öncə qabları yuyub, qalan təmizlik işləri görməmişdən öncə yemək hazırlamalıyam ki, yemək də bişsin və o vaxta qədər də qalan işlərimi həll eləyim. Özünüz bilirsiniz, bugün mənim üçün belədir şəxsən. Səhər açılır, inanın ki, gün o qədər tez gedir ki, günorta nə vaxt oldu, heç xəbərim olmur. Yəni həddindən artıq çox tez gedir. Bəzən deyirəm, kaş mən də bəzi xanımlar kimi bekar olardım, sıxılardım, bir serial izləyərdim. O vaxt məndə ümumiyyət də yoxdur. Demək olar yaz, yay, qış necə gəlir, necə keçir, heç xəbərim belə olmur. O qədər işim çox olur, həddindən artıq gün ərzində. Təsəvvürünüzə gətirin ki, əvvəllər mən axşam saatlarında, xüsusi olaraq o qış aylarında saatlarla serialları izləyirdim. Saat 8-dən 9-a qədər bir serial, bilirdim artıq 10-da serial var. Ondan 12-yə qədər 2 saat türk serialları gedirdi və tez işlərimi görürdüm. Uşaqları yer verirdim ki, qaçım oturum o serialı izləyim. Deyirəm, hardadır bugün o günlər? Səhər saat 8-9, bir də görürsən gecə saat 12, 1, 2-də yatıram. Ən çox gündüz saatlarında komandalarla daha çox işlədiyimə görə gecə saatlarında video təqdimatlar hazırlayıram. Bütün vloqlarıma demək olar ki, saat 1-2-də səs qoşuram. Bilirsiniz necədir qızlar? Ümumiyyətlə biz bu həyatda nəyisə əldə etmək üçün əziyyət çəkməliyik. Ümumiyyətlə əziyyət çəkib qazandığımız o gəlirin dadı tam başqa olur. İnsan həm ürək rahatlığı ilə onu xərcləyir. Bilirsən ki, bunun üzərində nə qədər əziyyət çəkib çalışıb qazanmısan. Bir də ki, o çalışıb qazandığın pulun da bərəkəti olur. Yəni mən çox fikir vermişəm. Əvvəl təzə bu işdə işləyəndə mən elə bilirdim ki, təzə maaşa çıxanda bu pul başqasının idi. Yəni toxuna bilmirdim o pula ki, birdən mən xərcləyərəm. Yəni özüm artıq bir pul qazanan insan olmamışam axı. Ona görə mən elə bilirdim kiminsə puludur, ehtiyat eləyirdim, xərcləyə bilmirdim. Pul gələndə narahat hiss eləyirdim. Sonra artıq qəbullandım ki, hə bu pulu qazanıramsa xərcləməliyəm. Və bir dəfə əvvəllər bizdə onlayn işlərə inam yox idi. Sonra deyirdi, yəni bu pullar, bu gəlirlər onların şəkildə telefondan qazanılan halal deyil. Bax belə bir şeylər çox eşidilirdi. Mən də o vaxtı sırf marketinqi dərindən bilmirdim və bir dəfə bir 100 manat pulum itdi və özümə dedim ki, əgər o halal puldursa, mən indi biləcəm. Yəni onu mən tapacam. Yəni o qayıdacaq mənə. Əgər qayıtmasa, həqiqətən mən bunu qəbullanacam ki, bu doğrudan da halal pul deyil. İnanın ki, bir gün keçmədi. İndi mən burada halandırmaq istəmirəm. O necə etmişdi, kim götürmüşdü, necə olmuşdu. O mənə qayıtdı.
Və o zaman mən dedim ki, hə, doğrudan da mən öz gəlirimi halal zəhmətimdən qazanıram. Bax bu gün misal üçün otururam gecə saatlarında səs yazıram, video hazırlayıram, yığıram, təqdimatı paylaşıram. Yəni çəkiliş eləyirəm, çəkilişdən müəyyən görüntülər var, götürürəm. Yəni bu hər biri bir işdir. Və bu gün deyirəm ki, xanımlara, hər zaman yəni zəhmətkeş olmağı sevin, seçin. Çünki insan özünü rahat hiss eləyir. Həm özü güzgüyə baxanda özünlə qürur duyursan, özünə rahat baxırsan, həm də ki, artıq övladların böyüdükcə onların qarşısında üzaq olursan. Hə, sən bir zəhmətkeş anasan, qazanırsan, övladlara baxırsan, istədiyini gedib alırsan. Yəni həqiqətən deyirəm. Yəni tam səmimi olaraq səninlə paylaşıram. Bugün sizə bu vlogu paylaşanda həm mən yemək reseptimi paylaşdım. Nəyə görə onu sırf çəkmişəm. Bir çox xanımlar o küftəni hazırlayanda bütöv suya atır küftəni də elə hazırlayırlar. Əslində onu ayrı suda hazırlayanda onun üzərində kəf olmur. Ona görə də mən ayrı hazırlayıb əlavə eləyirəm. Resepti bu arada götürə bilərsiniz. Makyaj stolumun vəziyyətinə ümumiyyətlə baxmayın. Qızlar darmadağın bərbad vəziyyətdir. Bunu mən etmirəm. 2 qızı olan analar məni daha yaxşı başa düşərlər. Qızlarımı götürür, istifadə edir və atır. Mən nə edirəm? Yazıq-yazıq yığışdırıram və yerbəyer eləyirəm. Ən çox da evdə ev mebelləri sifariş verəndə ən çox istədiyim güzgüsü çox olan mebellərdir. Bu da bir səhvim olub. Gərək bir tərəfə güzgü yerləşdirərdim, o bəs eləyərdi. Gündəlik olaraq inanın ki, bir neçə dəfə o güzgüləri silməkdən artıq yorulmuşam. Çünki həm qapı açılanda məndə zajin dediyə əlim dəyən kimi ləkə olur. Həm də ki, güzgü də istər-istəməz ləkə daha tez bilinir. Ona görə yəni mən bu səhvi eləmişəm. Həm də ki, ən çox da indi öz kravatım üçün adyal götürəcəm, üst adyalı. Onu da o kravatı hazırlayan mebel ustası biraz səhvlik eləyib. İndi düşünürəm necə götürüm ki, o qıraqlar daha mı yerləşsin. Gördüyünüz ki, mən hər zaman kravatı yığışdıranda o künclər tam olaraq yerləşmir. Bu da mənim bu işdə bir təcrübəm olub. İlk birinci ev eləyənlər hər zaman o səhvləri eləyirlər. Mənim də evimdə bir çox səhvlərim var. Düzdür, mebellərin demək olar 90%-ni bəyənmişəm, 10%-i biraz səhvliklər eləmişəm. Belə qəşəng evimi, otağımı təmizlədim, güzgüləri sildim, yəni toz soranladım, qəşəng sildim. Təravətli bir ətir vurdum və artıq mənim otağım par-par parıldayır. Keçid aldım zala. Burada oğlum yatır, amma gecə saat 2-yə qədər mən özüm də orada çalışıram. Gördüyünüz kimi mən bütün video təqdimatlarım orada olduğuna görə həm ofis stolum, həm kameram, həm kitablarım, həm dəftərlərim, hər şeyim oradadır. Demək olar ən rahat yer buradır. Oğlum rahat, sakit yatır, mən də öz işimi görürəm. Çox vaxtı da məndən inciyəndə tez telefon götürəndə deyir ki, mən yatıram, çıx otaqdan. Bəzən məni qoymur. İstəyirəm tez yatsın, vaxtında oyansın, məktəbə getsin, təhsil alsın, müəllim yanına gedir, belində nəsə olsun. Amma uşaq da istər-istəməz telefona daha çox meyilli olur və o zaman küstüyü vaxtı məni bu otaqdan çıxardır. Deyir, mən yatmaq istəyirəm, işığı söndür. Yəni uşaqlar indi o qədər inkişaf eləyib ki, biz artıq onlara bəzən də tabe olmağa məcbur oluruq. Ona görə yəni əslində biz daha çox indiki zamanədə uşaqlara diqqət yetirməliyik. Çünki əvvəl bizdə telefon yox idi. Biz artıq istər-istəməz kitabı götürüb oxuyurduq. Ən çox da məktəbə bilirsiz, mən uşaqlara da deyirəm. Gedirdim ki, məndən yaxşı o lövhəyə çıxan olmasın. Məndən yaxşı oxuyan olmasın. Məndən daha yaxşı hazırlıq görən olmasın. Məndən daha çox müəllim ona dəyər verməsin. Bu var idi. Məndə rəqabət olub hər zaman. Bugün amma uşaqlar görürəm ki, yox, həvəssizdir, güclə oxu, təhsil al, gələcəyin olsun. Sabah kiməsə asılı olma, daha rahat yaşa. Biz bunu başa salmaqdan artıq həqiqətən mən yoruluram. Çünki uşaqlar o qədər şəraiti də var, rahatlığa öyrəşiblər ki, ancaq oturur telefonda, lazımsız bir şeylərə baxır. Oğlum çox vaxt oyun oynayır. O da ki, onun çox psixologiyasına toxunur. Bu arada sizə gözəl bir məlumat verim, xanımlar. Diqqətlə dinləyin. Mənim Instagram səhifələrim var. Hər iki səhifəni burada yazmışam. Sevda altdan Xətmi Sırxanova və blog Seva. Hər iki səhifəni takibə alırsınız və sonuncu videonun altında bir tanışınızı tağ eləyirsiniz və bu gözəl səbətə sahib olursunuz. Şərtlər həmin qısa vlogun videosunda qeyd olunub. Mən də düşündüm ki, öz 8 ilim oldu deyə fabriklə əməkdaşlığımın bu gözəl 100 manatdan yuxarı dəyərində olan səbəti bir xanıma hədiyyə verim. Və o şanslı xanım kim olacaq? Mənə də çox maraqlıdır. Amma sevərək hazırlamışam xanımlar. Sevərək də ən gözəl məhsulları seçmişəm ki, xanım götürəndə mənə çox sağ ol desin. İnşallah ki, sizlərlə paylaşacağım hansı xanım onu əldə eləyəcək. Mənə yaxın olsa, gedib şəxsən özüm təqdim eləyəcəm. Uzaqda olsa, poçt vasitəsilə göndərəcəm və təbii ki, xanım da çəkiliş eləyib paylaşacaq və mən də öz səhifəmdə və vloqlarda mütləq qeyd eləyəcəm.
Yəni unutmayın. Sadəcə iki şərti yerinə yetirəcəksiniz. Səhifəmi takibə alacaqsınız və sonuncu videonun altında, həmin bu səbət olan videonun altında bir tanışınızı tağ eləyəcəksiniz. Şərtlər çox sadədir. Hər birinizə məsləhət görürəm. Diqqətli olun, hədiyyə qazanmaq üçün tələsin. Bu arada kanalıma abunə olmağı unutmayın. Növbəti vloqlardan, canlı yayımlardan xəbərdar olması üçün. İzlədiyiniz üçün isə xüsusi olaraq hər birinizə təşəkkür edirəm dəyərli xanımlar. Məndən ən çox istədiyiniz təmizlik vloqu idi. Bu gün sizlərə təmizlik vloqu çəkdim və hətta vloqun içərisində yemək hazırlamağı da əlavə etdim. Təmizliyi elədim, yemək hazırdır. Artıq hər şey indi artıq geyinib, geyinib, gedib biraz istədiklərimi alma zamanı gəldi. Düzdür, Xaçmazda bir çox mağazalar icazə vermir çəkilişə. Bir-iki dəst seçmək istədim, çünki həm mənə klassik dəst lazım idi, həm də sport geyim. Ona görə bir-iki xanım mağazalarda icazə verdi, qalanlar icazə vermədi. Çox təəssüf olsun. Getdim bu günləri biraz alış-veriş elədim. Ən çoxunu da Trendyoldan aldım. Məncə hər biriniz bəyənərsiniz. Belə bir ağ şalvar. Nəhayət ki öz razmerimdə tapdım. Düzdür, belə ağ şalvarlar olurdu, amma öz razmerimdə tapa bilmirdim. Ağ şalvarla belə bir köynək götürdüm. Belə sadə görsənir, amma geyinəndə qəşəngdir. Sonra belə bir kofta da götürdüm. Yaz yay vaxtı belə koftaları çox bəyənirəm. Materialı amma çox qəşəngdir. Bir sport dəst götürdüm. Pencəyi də qısa formadadır. Çox qəşəngdir. Geyinəndə bəyənərsiniz. Hər halda. Bir kaset də aldım. İnşallah qəşəng olar. Bir də ki, bir dəsti bəyənmişəm. Onu da sabah götürəcəm.